Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Türkiyənin Qars şəhərində keçiriləcək Heydər Əliyev 2026 birgə təliminə hazırlıq məqsədi ilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Əlahiddə Ümumqoşun Ordunun qərargahından hərəkətə başlayan bayraq tağımı Naxçıvan şəhərindən Sədrəy sərhəd keçid məntəqəsinə Araz çayı üzərindəki Ümid körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyənin bayraq tağımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib. Ümid körpüsündə Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Respublikasının İstiqlal marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub. Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə əlahiddə Ümumqoşun Ordunun komandanı general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb. Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər. Qeyd edək ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hər tərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması və şəxsi heyətin bilik və bacarıqlarının artırılmasından ibarətdir. Təlimin planına əsasən müxtəlif şəraitlərdə döyüş, eyni zamanda xüsusi tapşırıqlar icra olunacaq.